Ben sağdan sürmüştüm ben. Burada yıkıldım. Burada yıkıldım ben. Gene yıkıldım Allah'ın olsun. Sağlam kalalım. Thank you. Sağ. Sağ ol. Kalalım kim atayım o diye. Hadi sen maşın görmedi onu. Ya da görmeyi istemedi piyadanı. Deyirəm də bax, görəsə sübutla mən danışanda sübutsuz danışmam. Qaykaların üstüne çık, hava alır eşkadan, anam diyor yemeği verir. Salam qardaş. Ya bismillah deyib işe başladıq. Bugün Qurban Bayramının 2-ci gündür də, 3 gün bayram olacaq. Dünən başlayıb 5-ci gün, ayın elə bir ki 6-sı başlayıb. 6-sı da yollar boşluq edib elə. O dünən bundan boş idi. 7-si, 8-i, bir də deyəsən 1-ci gün, bilmirəm, elə yeri var 3 gün edir, elə yeri var 5 gün edir bayramı. $866. Sağ olun. Babək tərəfə getməliyəm deyəsən. Cindədə Toka Residence. Qəribə rezidanslar var ala. İndi görüm, yol boşdur. Yol boş olanda da buradan fırlanıb gedirəm. Boş olmayanda arxa tərəfdən fırlanıb gedirəm. Gəlib çıxıram orada körpünün altından. Orada da körpünün altından da çıxanda biraz çətindir də körpünün altından belə fırlanım, manevr eləmək. Buradan fırlanım, bir dənə ondan qabaq musiqi qoşum. Podmuskam hərəkət eləmək lazımdır. Yəni musiqisiz həqiqətən də darıxıram, özümü əvvəldən elə öyrəşdirmişəm. Getdik. Ops. Sana bu yaşlı sürücülərdən mən çəkinirəm yatağı. İraq yaxşılarından bir çoxsu nə ədəb ərkan bilir, nə güzgü bilir, nə pavorotlik bilir, heç nə bilmir çoxsu. Ona görə onlardan bir çəkinirəm. Ola pasos açıq qalıb. Pasos açıq qalıb. Mən də deyirəm, amma açıq niyə dartmır? Sən də pasos açıq qalıbmış. Aha, bax indi qəşəng. Yollara bax bir dənə, çiçək kimidir, çiçək kimi. Sən bu saatda bura girə bilərsən, belə rahatçılıqla. Mümkünatı yoxdur, qardaş, mümkünatı yoxdur. Ki sən yəni bu saatda, pik saatda da, yəni saat tezdən mümkünatı yoxdur ki sən 5 kilometr məsafəni misal üçün deyək də, ki 10 dəqiqəyə çatasan da, yəni mümkünatı yoxdur. Ən az sən bir 17-18 dəqiqə vaxtın gedəcəksən orada. Profika görə. Güzgüləri silmədim, yaddan çıxdı, düşəndə silmədim. Yəni bizi ən çox yoran amillərdən biri, şəxsən özümdən danışırımda, mən ən çox yoran amil nədir? Propkadır da, tıxacdır. Propka, yəni sən necə, indi bir çoxsu deyir ki, motosiklet üçün propka nədir? Yəni ara ilə işləyirsən, nə bilim, ikinci bucaq, çəkir, məkirdir, işləyirsiniz. Amma bir şey nəzərə alınmır ki, ara ilə işləsək belə, ikinci bucaqla işləsək belə, sağa çəkmirsən, mən belə keçirəm. Nə deyirsən? İkinci bucaqla işləsək belə, beyin yorulur. Özün həm fiziki yorulursan, bütün gün var, mufta, tormuz, ayaq tormuz, sol ayaqda skoruz. Beyin yorulur, o qədər düşünürsən ki, o qədər qarşıva baxırsan, deyirsən ki, ala, gəl, mən hardan keçim, necə keçim, hardan keçim, buradan geçsəm necə olacaq, bu tərəfdən geçsəm qabağıma nə çıxacaq, və yaxud bilmirsən, propkada maşınların arasından çıxan piyadalara baxasan, bilmirsən, özü riski maşının yoluna edərsən, qabağıma atan sürücülərdən gözləysən, ona görə yorulursan, dəhşət yorulursan. Amma boş yol belədir ki, bu yol hal-hazırdakı yol təxmini 20 il bundan qabaqki Bakıdır. 20 il bundan qabaqki Bakıdakı yollardakı vəziyyətdir bu. Belə boşluq olmalı.
Buradan prosta bir dənə əmma var, ondan da deyəcəm sizə. Bir də kuryerlikdə təcrübə niyə şərtdir? Onun haqqında danışım. Niyə görə kuryerlikdə təcrübə şərtdir? Ona görə təcrübə şərtdir ki, sən ən azından yolları da tanımalısan, yollara bələd olmalısan. Bax, görürsən, bu mənə göstərir ki, buradan sola gedib fırlanmalıyam və yaxud da ki, bundan qabaqda arxadan göstərirdi. Amma mən buradan sağa, bir dənə belə düz sol tərəfdədir da obyekt. Heç olmasa vaxt baxımından özümüzü qabağa ataq. Kuryer üçündəki bu dəqiqə vaxt demirəm qızıl, yəni elə də bu şey qazanmırıq, güclü pul qazanmırıq ki, durum gün ki, vaxt qızıldır. Ən azından vaxt gümüşdür. Belə deyim də sən. Bu binanın altındadır həmin obyekt. Ona görə də buradan düz sürürəm. Və təxmini 400-500 metr hardasa özümü qabağa saldım. Götürdüm. Sumka çirkli qalıb. Təmiz yadımdan çıxıb silmir sumkanı. O gün yağış yağdı. Yağışda üzü su olanı bilinmir də belə çirk. İndi səhər durub görürəm ki, çirklənib, yadımdan çıxıb silmir. Deməli, burada da Mac kafe, McDonald's açılıb, yanında da Başkent. Restoranlardan çox bəlkə də mən sevinirəm ki, yəni şükür Allah, obyektlərin sayı artır. Yəni restoran nə qədər çox olsa basılmaz vətən kimi bir misal çəkeyim. Nə qədər çox olsa bir o qədər də bizim sifarişlərə təsir edir. Aslında səhər tezdən çıxmağım belə deyim də sizə. Bugün bayram günüdür, Temboli Subotada, 6-cı gündür də yəni. Ona görə bir çox hallarda sifariş axşam daha çox olur, nəinki gün orta vaxtı və yaxud səhər vaxtı. Deyib başladım binası. Bir çox hallarda burada da konum səhv qoyulur. Bir də konumun ən çox səhv qoyulduğu binalar. Burada? Bəlkə orada saxlayayım. Deyirəm maşın çıxar ona görə ya. Yaxşı. Maşını da alında dedim saxlamayayım da. Tak. Götürük sifarişimizi. Kaskanı çıxardıq. Dostlar, qardaşlar və xanımlar. Təxmini bir 10 dəqiqə gözləmənin ardından bir dənə də sifariş gəldi. Port Baku. Sadəcə Port Baku tərəfə, yəni həftə içi günlərdə inandırım sizə ki, bəlkə də ən axırıncı getmək istədiyim yerlərdən biri Port Baku tərəfdir. Yeni yasamal ərazisidir, yasamal ərazisidir. Bunlar heç, bunlar məsul zirvədə, zirvənin başındadırlar ki, yəni mən o ərazilərə konkret olaraq getmək istəmirəm. Səbəb də odur ki, inşaatlarda piyadalara güncəlləmə gəlməməkdir. İstər sürücülərə güncəlləmə gəlməməkdir. Yəni həminki temalar, həminki mövzular, həminki söhbətlər. Yəni pavarotiklər yanmır bir çoxunda. Güzgülərə baxılmır. Qapı hozu kimi açılır. Yəni bu amillərə görə mənim ən axırıncı getmək istədiyim yerlərdən biri oradır. Daha doğrusu birincisi oradır. Yeni yasamal ərazisi. Həm də ki, dəhşət tıxac olurdu o yeni yasamalla. Yol da dardır. Deməli, növbəti sifarişim götürdüm. 11 kilometr göstərir buradan getsəm. Sifariş də belə deyək şeyədir. Adını siz deyin. Neydi onun adı? Qabaq təkərə baxın. Qabaq təkər dəyişilmək istəyir. Sifariş qara ev tərəfədir. Daha bilmədim, Nihalətin kuruqudur, yoxsa Madonna kuruqu tərəf göstərir. Ona görə Lutçu buradan gedim. İndi navigatoru bir dənə tezdən vurum. Tezdən bir dənə hesablama aparsın. Canı sağ olsun, nə olar ki? Azaltmır məsafəni, canı sağ olsun. Hələ bir mənə də olar. Qulağımda da mahnı oxuyur, heç başa düşməm.
Gəl, keç qaqaş, keç, mən sana, ay, əla. Sən keç. Hə, indi 10 kilometr oldu, əla, sağ. İndi mən keçməliyəm sağ tərəfə, yavaş-yavaş. Bu bir palasa. Bu palasa ilə hərəkət edirəm. Bu ikinci palasa. Elə buraya yaxşıdır. O tərəfə keçməyə ehtiyac yoxdur. Pavarotiklə yandırmayayım ki, elə bir belə də olmalıdır. Mənim deyirəm də gözümün düşməsi, arxadan gələn maşın da yandırmamış pavarotiklə. Görürsünüz? Çoxsu bir qismi özünə əksiliyi bilir pavarotik yandırmağı. Bir qismi də ümumiyyətlə bilmir pavarotik, kulubqası haradadır, belə şey haradadır, ruçkası haradadır. 1 kilometr göstərir. Razvarı da çox qabağına qoyur. Heç olmasa bir dənə burada da razvarı da olsaydı svetoforun yanında. Məcbur deyib kulubdan fırlanmaq. Sən gəlir. Burada işləyərdim kuruya. Çox mükəmməl. Mükəmməl deməyək, çox mükəmməl deməyək. 70% bilirdim, rahat danışdım. Salam xalaqlı. Thank you. Sağ. Sağ ol, xalaqlı kimi çay boy verdi. Baxın, ətəm var, boşluqdur. Ver az zapravka. Salam aleyküm qardaş. Buradır, kebab dürüm. Görək hazırdır. Hazır olmasa qan qarısılıq hazırdır. Qoykaların üstüne çıx, hava alır eşqadan, bana diyor yemeği verir. Salam qardaş. Bu Zaran sifarişidir. Yaşıl miqatlayan kimi bu nə adətdir, otururlar torumuzun üstüne ya. Görsən maşın görmədi onu, ya da görmək istəmədi piyadanı. Çünki diqqətçil deyirlər. Deyəndə də acıqlarına gəlir. Qızdır, çünki qadın. Deyirəm də bax, görürsünüz sübutla mən danışanda sübutsuz danışmıram. Sübutsuz olanda da deyirəm ki, deyəsən belədir, bəlkə belədir. Amma görürsünüz fakt sübut. Aram məsafəsində gözləmədi. Piyadəyə də yol vermədi. Daha başqa nə deyim ki bu? İçinə də baxıram, qadın sürücü. Onun üçün 2 dənə ehtimal var idi orada. Ya qadın sürücü olacaqdı, ya da ki, yaşlı sürücü olacaqdı. Qadın sürücüsüdür. Neydi adı? Lahmacun. Limon. Hava şimdi yolu. Giriş buradandır. Yallah, ben bunu harada saxlayayım indi. Yedinci bloka. Yedinci. Yedi. Burada yoktu. Yok. Ben 4 blokudur. Sağ ol. Yalan olmasın, bir 15-20 dəqiqəlik abid elədim ki, biz siz necə çalışın, yeməyin vaxtını ötürməyin. Ben bir neçə vaxt hələ elədim, yeməyin vaxtını ötürdüm. Həm adamda belə nifriyyətlə bir his verir adama, belə necə, bilmirsən başın ağrıyır, bilmirsən halsızsan, bilmirsən həvəsin yoxdur işləməyə, elə bir hissiyyat verir adama. Polis arıqlayırsan, mən deyirəm də 75 kilodan gəldim, düşdüm 65 kilo, 10 kilo araladım. Niyə görə ki, o belə şeylərə görə də, yəni vaxtında yemədim yeməyimi. Amanın günündə sifariş çatdırım, amanın günündə əsas sifarişdir, çaspikdir, nə bilim nədir. Amma əsas candır, canının sağlığıdır. Yeməyi yiyəndən sonra həm bir balaca başım özünə gəlir, sonra həm adam əsəb olur yeməyi vaxtında yeməyəndə.
Neyse, indi gedim bura Şamaxınkadan götürüm sifarişi. Üzü Xatay tərəfdir ya da Port Bakı dirəmin. Mesela sahil tərəf, Damzavet tərəf, şəhər tərəfdir. Park Bulvar tərəf göstərir. Tam dəqiq bilmirəm. Gedim bir dənə götürüm sifarişi. Hava da bayaqlara gün çıxmışdı. Mən buradan hava haqqında məlumata da baxdım evdən çıxanda. Gün ortadan 26-27 dərəcə göstərdi. Dedim ki, afisi da adını səndən. Buradan da dönüş, yox. Qabaqdan, ha. Dedim isti olsaydı, çox qalın giyindim. Nazik bir dənə belə bir şey giyindim. Ha, indi bana yenə soğuyub. Tam tutuzdurmaq olmur. Neysə. Salam aleyküm qardaş. Xoş gördük qardaş. Şükür Allah, yaxşı olasınız. Ha, başdır. Yaxşı. Allah köməyin olsun. Sağ ol. Ehtiyatlı olsan Babi. Yol verin. Ay, uşaq gəlir. Uşaqların yanından bəlkə keçmirəm ki, qorxmasınlar. Gəl. Sağ ol. Atmaq istəyir, yox. Qabağa buradan düşəcəm mən. İndi baxın. Oyda, burada necə yıxılmışdım. Burada uşaqlar gəlib şəkil zat çəkdirlər mənə. Dəmir yolunda burada reislər. İndi gözüm qorxub deyənə. Buradan gələ ehtiyatım. Baba, düz bax sağdan sürmüşdüm. Bax, burada yıxıldım. Burada yıxıldım mən. Yenə yıxılırdım, Allah'ın da olsun. Yenə yıxılırdım. Deməli, bir dənə baxaq ora. Bir dənə baxaq görə, orada problem nədir? Baxaq, burada problem nədir deyim sizə. Qur'andan da olsun yenə yıxılırdım. Qaz versindim, yıxılırdım. Burada bu əsas problem odur ki, bu yol, dəmir yol çox avarlıdır, belə fırlanır. Avarlı fırlanır. Buradan sürüşür də, yəni təkər qaçır, sürüşür. Bunu mən dəfələr olub ki, sürətlə keçmişəm. Bax. Aha. Çox pis burulur, yəni buradan. Gərək keçəndə o tərəfdən keçəsə ən azından. Nə bilim ola. Burada bir qalan var bir dənə qonşu. Burada, ya daha doğrusu burada işləyəndir, səhv eləmirəmsə. Deyir ki, qardaş, həftədə 2 dənə, 3 dənə motosiklet yıxılır da burada, yəni. Tupik var burada, bax, tupikdir, 3 dənə qapı var. Deyirəm də tupikdir, 3 dənə qapıdır belə, bir dənə tupikdə qapı var. Valla konumu hara qoymusunuz? Bu şey, belə Enzeyiz tərəfdir. Aha. Yo, trasları axıb, düz məhəllənin içinə tupikdir, tupik. Axıra kimi gəlmişəm, tupikdəyəm. Heç nə deyirəm də, yan çıxır da, bir dənə da, Allah'ım da olsun, hə. Hadi gələ, bu özü harda, konumu qoyduğu konumu harda. Harda, qoyduğu konum harda. Salam aleyküm. Konumu səhv qoymuşsunuz, içəri qoymuşsunuz. Konumu da içəri qoyublar o tərəfə. Ora qoyulub da ona görə, yəqin ki. Bəli. Yox, buradan gəldim mən. Oldu, sağ olun. Yəni 5 kilometr götürülmə olur hələ.